Ən yaraşıqlı blogerimiz kimdir? Zevs. Ən yaraşıqlı blogerimiz kimdir? Rahid Hamidli. Ən yaraşıqlı blogerimiz kimdir? Rahid Əmidli. Rahid Əmidli. Rahid Əmidli. Rahid Əmidli. Rahid Əmidli. TikTok da. Adel. Nikos Ayağı. Nikos Ayağı. Aynur Xəliloğlu. Nikos Ayağı. Ən bloger yaraşıqlı. Ceyhan nəydi? Hə? Hə, Ləman. Harun Məmmədov. Zevs misal üçün normal. Ən yaraşıqlı blogerimiz kimdir? Mirzəfər Bağırov. Mirzəfər Bağırov kimdir? Mirzəfər Bağırov 1900 hardasa 28-30-cu illərdən 1953-cü ilə kimi Azərbaycan Komünist Partiyasının baş katibi olub. Следующий вопрос. Stoy sivini. O biri qaldı. Ha, buyur. O biri qaldı. Mən səhv düşdüm, çox uzağa getdim. Sonra yenə danışacaqdım. O ger yox. Bəlkə gedən kişilərdən danışsan, ən birinci Seydər baba idi. Dönüdün Allah rəhmət eləsin. O can qoydu getdi. Ürəyini qoydu getdi o kişi. Çox sağ olun, minnətdaram. Ən yaraşıqlı blogerimiz kimdir? Ehti parfüm. Bir dənə ətir hədiyyə. Çox sağ ol. Burada nə demək istəyirsən? Buradan 220 uşaqlarına salam göndərirəm. Mən yaraşıqlı deyiləm bəs. Siz yaraşıqlı sizin de ehti parfümü qayağımızda. İzləyicisi çoxdur, indi o daha yaraşıqlıdır elə. Əlbəttə ki.